Salam uşaqlar, gəlin bugün keçirdiyimiz Newton mövzu sınavının izahına baxaq. Başlayaq birinci sualımızdan. Nə deyir bizim üçün? Deyir ki, sükunətdə olan 6 kiloqram kütləli cismə 60 Newton və 12 Newton qüvvə şəkildəki kimi təsir edir. Buna əsasən cismin təcilinin neçə metr bölü saniyə kvadrat olduğunu hesablayın. İndi diqqət edirik uşaqlar. Bu cismə 2 qüvvə təsir edir. Və biz də qeyd etmişdik ki, bir cismə 2 və daha artıq qüvvə təsir edirsə, həmişə əvəzləyiciyə gedəcək. İndi baxıram ki, F1 vektoru x oxu boyunca, yəni üfüqi müstəvi boyunca yönələn bir vektordur. Onu hər hansı bir proyeksiyaya ayırmağa ehtiyac yoxdur. Yazdığımda F1 bərabərdir nəyə? 12 Newtona. Amma gəlib baxırıq ki, daha doğrusu F2 bərabərdir. Amma baxırıq ki, indi F1 vektoru əyri şəkildə verilib bizə. Yəni, əyri xətli vektordur. Və biz də demişdik ki, əyri xətli vektor görən kimi, yəni hər hansı bir vektor ya y oxu boyunca yönəlməzsə, ya da x oxu boyunca yönəlməzsə, dərhal proyeksiyalarını ayırmalıyım. İndi gəlib proyeksiyasını ayırırıq. Bu olacaq bizim F1y toplananımız, bu isə olacaq bizim F1x toplananımız. İndi uşaqlar, baxıram burada. F1-dən F1x arasında bucaq yaranıb. Və biz də demişdik ki, bucaq yaradan tərəf təbii ki, nədir? Kosinus alfa toplanandır. Digər tərəfimiz isə olacaq nə? F1 sinus alfa, yəni sinus alfa hissəmizdir. Uşaqlar, indi mən necə hərəkət edirəm? Üfüqi müstəvidə hərəkət edirəm. Üfüqi müstəvidə sözsüz ki, biz necə hərəkət edirik? Sağa sola. Onda bizə də sağa sola yönələn qüvvəmiz lazımdır, toplananımız lazımdır. Nəyi götürəcəyik onda? F1x-i. F1x də dedik nəyə bərabərdir? F1 kosinus alfaya, bucağımızı da verib kosinus 53 dərəcə və indi yazaq F1-i vermişdi neçə? 60 Newton. Daha sonra kosinus 53-ü mötərəzidə vermişdi neçə? 0,6. Bu 0, bu 0 getdi. Onda nəyə bərabər imiş elə? Bizim F1 qüvvəmiz də, yəni kosinus alfa yaxud F1x-imiz 36 Newton imiş. İndi uşaqlar, baxırıq ki, bizim F2 12 Newton qüvvəmizlə aldığımız bu 36 Newton qüvvə necə yönəlib? Əks istiqamətdir. Əks istiqamətdə olduqda əvəzləyici necə tapılırdı? Təbii ki, çıxılaraq. Böyükdən kiçiyə çıxırdıq. Onda F1x çıxılsın F2, yəni 36 çıxılsın 12, əvəzləyicimiz nəyə bərabər imiş elə? 24 Newtona. Məndən nə istəyirdi? Məndən istədiyi o idi ki, təcil nəyə bərabərdir? A da bərabər idi. F əvəzləyici bölünsün M. Əvəzləyicini tapdıq 24. Kütləni verib məsələnin şərtində 6 kiloqram. Onda mənim təcilim nəyə bərabər imiş? 4 metr bölü saniyə kvadratı. Yəni cavabımız nə olacaq birinci sualda? C variantı. İndi gəlin keçək uşaqlar, baxaq ikinci sualımıza. İkinci sualda nə deyir bizim üçün? Deyir ki, cismə bir düz xətt boyunca yönəlmiş qiymətləri 5, 10 və 20 Newton olan 3 qüvvə təsir edir. Bu qüvvələrin əvəzləyicisinin ən kiçik qiymətini hesablayın. Uşaqlar, biz bilirik ki, qüvvə ən kiçik qiymətini nə vaxt alırdıq? Əks istiqamətli hərəkətdə. Əks istiqamətli olduqda necə tapırdıq? Təbii ki, çıxaraq tapırdıq. İndi gəlin baxaq. Burada fərz edək ki, F1-dən F2 əks istiqamətlidir. Onda əlbəttə ki, necə tapırdıq? Böyükdən kiçiyə çıxarıq. F əvəzləyici bərabərdir. F2 çıxılsın nəyə? F1-ə. Yəni 10 çıxılsın 5, o da bizə nə verdi? 5 Newton. Fərz edək ki, uşaqlar, F1-dən indi bir də 3-ə baxaq. F3 əks istiqamətlidir. Yəni əvəzləyici necə tapılacaq? Əlbəttə ki, deməli F3 çıxılsın F1 şəklində, böyükdən kiçiyə çıxarıq. 20 çıxılsın 5, o da 15 Newton elədi. İndi fərz edək ki, F2-dən F1-ə baxdıq onsuz da, F2-dən F3 əks istiqamətlidir. Onda F əvəzləyici bərabərdir, yəni böyükdən kiçiyə çıxırıq. F3 çıxılsın F2 bərabərdir deməli. 20 çıxılsın 10-a, yəni 10 Newtona. İndi fərz edək ki, burada bir digər tərəfdən uşaqlar F3 F1-dən, F3 F2-dən əks istiqamətlidir. F3 F1-dən əks istiqamətli olanda müəyyən etdik ki, neçə idi? 15 Newton. F3 F2-dən əks istiqamətli olanda müəyyən etdik ki, 10 Newtondur, yəni fərq yoxdur, tapmışdıq onu. İndi bu üçündən ən kiçik qiyməti əlbəttə ki, harda aldıq? F2-dən F1-in əks istiqamətli olma şərtində 5 Newtondur. Yəni bunlar arasında ən kiçik qiymət nə ola bilər? C variantı. Ona görə cavabımız, yəni C olacaq. 5 Newton. İndi gəlin keçək uşaqlar, baxaq üçüncü sualımıza. Üçüncü sualımıza nə deyir bizim üçün? Deyir ki, hərəkətdə olan cismə təsir edən qüvvələrin əvəzləyicisi 0 olduqda cismin getdiyi yolun zamanı asıllığını müəyyən edin. Uşaqlar, biz bilirik ki, qüvvə 0-dırsa, onun əkiz qardaşı təcili nə olacaq? 0. Təcil 0-dırsa, bu hansı hərəkətdir? Bərabər sürətli hərəkətdir. Bərabər sürətli hərəkətdə biz bilirik, sürət sabitdir və bərabər sürətli hərəkətdə yolun zamanla olan ifadəsi nə idi? S bərabər idi V-dir. Və S T ilə necə asılı idi? Əlbəttə ki, düz asılı. Onu da bizə verib gördüyünüz kimi üçüncü sualda hansı variantda? B variantında.
İndi uşaqlar, gəlin 4-cü sualımıza baxaq. Nə deyir bizə? Deyir ki, K nöqtəsində sükunətdə olan 4 kiloqramlıq cisim şəkildəki qüvvənin təsiri ilə 20 metr yer dəyişmə icra edir. Buna əsasən cismin L nöqtəsindən keçdiyi andakı sürətinin neçə metr bölü saniyə olduğunu tapın və sürtünmə qüvvəsi də nəzərə alınır uşaqlar. Deməli, əgər bizim məsələmizin şərtində cismin sükunətdə olduğunu qeyd edirsə, yəni cisim sükunət vəziyyətindən hərəkətə başlayacaq və cisim də sükunətdədirsə, sükunətdən hərəkətə başlayırsa, biz bilirik ki, başlanğıc sürət nəyə bərabərdir? Sıfıra bərabərdir. Və bir digər tərəfdən bir qüvvənin təsiri ilə cisim hərəkətə gətirilib. Qüvvə varsa, onun əkiz qardaşı təcil var. Elə mən buradan təcili hesablaya bilərəmmi? Əlbəttə ki, hesablaya bilərik. Deməli, A bərabərdir F bölünsün M-dir. Qüvvəmiz 40 Newton idi, kütləmiz 4-dür. Onda mənim təcilüm elə nəyə bərabər imiş? 10 metr bölü saniyə kvadratına. İndi bizdən istədiyi nədir? Bizdən istədiyi odur ki, L nöqtəsindən keçəndə sürəti neçə metr bölü saniyədir, onu müəyyən edək. Baxıram ki, uşaqlar, bu təcili hərəkətdir. Özdə təcili hərəkətin hansı növüdür? Yeyinləşən hərəkət. Çünki biz demişik ki, sükunətdən hərəkətə başlayan cisim yeyinləşəndir. Çünki əgər sıfırdadırsa sürət, biz bu sürəti artırmalıyıq. Başqa da yolu yoxdur. Sürət artırsa, əlbəttə ki, yeyinləşən idi. Onda yeyinləşən hərəkət üçün məsələnin də şərtində verilənlərə baxaraq görək V-ni hesablaya bilək. Yəni, V üçün düstur çıxaraq. Deməli, uşaqlar, V-ni tapmalıyam, yəni mütləq şəkildə V olmalıdır. Təcili hesabladıq, təcil olacaq. Daha sonra məsələnin şərti yer dəyişmə verib. Bu üçünün birgə iştirak etdiyi bir düstur var idi mi? Əlbəttə ki, var idi. S bərabər idi. Nə idi? V kvadratı çıx V0 kvadratı bölü 2A idi. İndi sözsüz ki, başlanğıc sürət 0 idisə düstur hansı formaya düşəcək? V kvadratı bölü 2A formasına. İndi gətirib bütün qiymətləri yerinə qoyaq, hesablayaq. S-i verib 20. Sürəti tapmalıyam, naməlumdur. 2 vurulsun, təcili neçə tapdıq? 10. Deməli, buradan V kvadratı bərabər oldu 4-düzə. Hər tərəfində kvadratdan azad edən elə və bərabər oldu nəyə? 20 metr bölünsün saniyəyə. Yəni elə sürətimiz nəyə bərabər imiş? 20 metr bölü saniyə. Cavab da olacaq A variantı. İndi uşaqlar, gəlin keçək baxaq 5-ci sualımıza. 5-ci sualda nə deyir bizim üçün? Deyir ki, kütlələri M1-4, M2-3 və M3-də 1 kiloqram olan cisimlər 40 Newton qüvvənin təsiri ilə sürtünməsiz hərəkət etdirilir. Birinci cismin ikinci cismə təsir etdiyi qüvvəni hesablayın. İndi uşaqlar, birinci cismin ikinci cismə təsir etdiyi qüvvəni, gəlin burada bir göstərim sizin üçün. Bax, birinci cisim ikinci cismə təsir etdiyi qüvvəni, yəni bax, bu qüvvəni bizə deyir tap. İndi bu qüvvədən əvvəl neçə dənə cisim var baxırıq? Əlbəttə ki, baxıram ki, bu qüvvədən əvvəl bir dənə cisimimiz var. O cisimimiz də nəyə bərabərdir uşaqlar? Bir dənə M1 cismiymiş. İndi baxaq görək, bəs burada bizə verilən bu 40 Newton qüvvə neçə dənə cismə təsir edirdi? Baxıram ki, bu 40 Newton qüvvə 3 dənə cismi itələyirdi. 3 dənə cismə təsir edirdi. M3-ə, M2-yə, M1-ə. Onda yazırıq. F bərabərdir M1 plus M2 plus M3 vurulsun nəyə? A-ya. Deməli, M1-i vermişdi neçə kiloqram? 4 kiloqram yazaq. M2-ni vermişdi neçə? 3 kiloqram. M3-i vermişdi neçə? 1 kiloqram. Təcilim naməlumdur, elə tapacam. Və qüvvəni də yeni gətirib elə 40 Newton qiymətimizi qoyaq. Deməli, 40 bərabər oldu, 4-ü 3-ə 7. 7-dən 1 8, elədi 8A. Təcilimiz nəyə bərabər imiş? 5 metr bölü saniyə kvadratına. İndi məndən soruşduğu nə idi uşaqlar? Məndən soruşduğu odur ki, deməli, birinci cismin, yəni M1 cisminin M2 cisminə göstərdiyi təsir qüvvəsi. Onda F bərabərdir M1A, çünki dedik ki, bu zaman ancaq bir cisim ikinci cismə təsir göstərdi, başqa da, yəni M1-dən əvvəl cisim olsaydı nəzərə alardım. Ancaq və ancaq M1 cismi ikinci cisimimizə neynədir? Təsir göstərir, yaxud da baxın elə. Bu qüvvədən əvvəl ancaq bir dənə M1 cismi var. Onda gətirib yazaq. M1-imizi vermişdi neçə? 4 kiloqram. Təcili neçə tapdıq? 5. Onda deməli, nəyə bərabər imiş? 20 metr bölü saniyə kvadratına. Həmçinin uşaqlar, M2 cismi də M1 cismin həmin qüvvə ilə təsir edəcək. Deyəcəksiniz ki, necə olar? Birincisi Newton 3-cü qanuna görə demişdik ki, təsir əks təsirə bərabərdir. Gəlin isbat edeyim sizin üçün. Baxın, M2 cismi də M1 cisminə belə bir qüvvə ilə təsir göstərər. İndi bu qüvvədən əvvəl neçə dənə cisim var? 2 dənə. 1 M2, bir də baxırıq M3. Onda yazırıq, bax, F bərabərdir M1 plus M3 vurulsun A-ya. M1-imizi vermişdim, daha doğrusu bağışlayın, M2
Bir də plus M3 vurulsuna M2-ni vermiş neçə kiloqram? 3 kiloqram. M3 neçə idi? 1 kiloqram. A-mız da neçə idi? Tapmışdıq 5. Baxın 20 Newton tapdıq. Ona görə biz nə deyirik? Newton 3-cü qanuna görə təsir əks təsirə bərabərdir. Birinci cisim ikinci cismə hansı qüvvə ilə təsir edirsə, ikinci cisim də birinci cismə həmin qüvvə ilə təsir edəcək. Hətta bunu biz isbat etmiş olduq. Cavabımız ona görə 5-ci sualda artıq hansı variantdır? A variantıdır. 20 Newton. İndi gəlin keçək 6-cı sualımıza baxaq. 6-cı sualda nə deyir bizə? Deyir ki, kütlələri 3 kiloqram və 5 kiloqram olan iki cisim sürtünmə qüvvəsinin nəzərə alınmadığı səthdə 30 Newtonluq qüvvənin təsiri ilə hərəkət etdirilir. Buna əsasən ipdəki gərilmə qüvvəsini neçə Newton olduğunu hesablayın. İndi uşaqlar, baxın, biz dedik axı bayaq birinci sualımızda da əyri xətli vektor görən kimi dərhal onun proyeksiyasını ayırın. Tez dərhal proyeksiyasını ayırın. Bu olacaq fx toplananı, bu da olacaq nə? Fy toplananı. İndi biz necə səthdə hərəkət edirik? Əlbəttə ki, üfüqi səthdə hərəkət edirik. Üfüqi səthdə bizə x toplananı lazımdır. Şaquli səthdə hərəkət etsəydim, onda y toplananına baxardım. İndi fx toplananına baxdıq və baxıram ki, f qüvvəsi ilə fx toplananı arasında bucaq yaranıb. Bucaq yaradan tərəfdə nə olur? Təbii ki, f kosinus alfa. İndi gəlin elə f kosinus alfanı da buradan hesablayaq. Deməli, f kosinus alfamız, f-miz 30-dur. Kosinus da 37 dərəcədə hansı qiymət veribdir? 0,8. Buradan tapdıq ki, 3-ü 8-ə vuranda 24 Newton. Yəni, f-miz 24 Newton imiş. İndi uşaqlar, f-miz 24 Newtondur və neçə dənə cismi çəkib dartırdı? Neçə dənə cismə təsir göstərdi? 2 cismi. Onda yazırıq. Baxın, f kosinus alfa bərabərdir m1 plus M2 vurulsun nəyə? A-ya. F kosinus alfanı 24 tapdıq. M1-imiz neçə idi? 3 kiloqram. M2-miz neçə idi? 5 kiloqram. Təcilin də buradan tapanda 24 bərabərdir 8A-ya. A bərabər imiş 3 metr bölünsün saniyə kvadratına. İndi məndən soruşduğu nədir? Mənə deyir ki, ipdə yaranan, baxın, bu gərilməni tap. Bu gərilmə neçə dənə cismin yaratdığı gərilmədir? Baxırıq ki, bir dənə cismin. Həmişə ümumiyyətlə bu tip ipə bağlı məsələlərdə özündən əvvəl olan cismi baxın. Ona diqqət eləsəz, onunla da aydın şəkildə tapacaqsınız. İndi bu gərilmə qüvvəsindən əvvəl neçə dənə cisim var? Bir cisim. O da hansı cisimdir? 3 kiloqram kütləli cisimdir. T gərilmə bərabərdir onda. M-aya T gərilmə bərabərdir. 3 vurulsun. Təcili neçə tapdıq? 3. Deməli, nəyə bərabər imiş? 9 Newtona. Onu da verib bizə hansı variantda? C variantında. Yəni, bax, burada cavabımız oldu nə? Elə C variantı. İndi gəlin keçək, baxaq burada. Gəlir bizim hansı sualımız uşaqlar? 7-ci sualımız. 7-ci sualda bizə deyir ki, O nöqtəsindəki maddi nöqtəyə F1, F2 və F3 qüvvələri şəkildəki kimi təsir edir və əvəzləyici qüvvə 0 olduğuna görə F2 və F3 qüvvələri neçə Newton imiş? İndi uşaqlar, baxın. Burada cismə 3 qüvvə təsir edir və bu 3 qüvvənin də əvəzləyicisi nəyə bərabər imiş? 0-a bərabər imiş. F2-dən F3-ün onda qiymətlərini tapmağı bizə deyir. Gəlin başlayaq tapaq, burada görək necə olacaq. Deməli, birincisi uşaqlar, baxın. F1 vektorunu bizə necə verib? Əyri xətli şəklində. Əyri xətli vektoru dərhal nəyə ayırırıq? Proyeksiyasına ayırırıq. İndi tez proyeksiyasına ayırırım. Bu olacaq elə F1 Y toplananı. Burada yazaq. Bu da olacaq əlbəttə ki, nə? F2, daha doğrusu F1 X toplananı. İndi F1 Y-imizi gəlin buradan hesablayın, qarışıq görünməsin. F1 Y bərabərdir. F1-imiz 25 Newtondur. Təbii ki, bucaq yaradan tərəf gördüyünüz kimi F1-dən Fx toplananı arasındadır. Ona görə bura olacaq F1 kosinus alfa. Digər tərəfimiz olacaq nə? F1 sinus alfa. Onda F1 Y-imiz F1 sinus alfa idisə, F1-imiz 25 sinusda 37 dərəcədə alıb 0,6 qiymətini. Onda buradan deməli 25-i 6-ya vuranda 120, 150, 0-a da gedəndə 15 Newton elədi. Keçək eyni qaydada F1 artıq X-i, yəni kosinus alfa toplananına baxaq artıq. 25 kosinus da deməli diqqət eləyirik. Neçə verib mötərəzədə? 37 dərəcədə 0,8. Onda buradan gətirib bunu da hesablayanda 20 Newton eləyəcək. Deməli, F1 X-imiz də 20 Newtondur. Hətta gəlin buradan bu qiymətləri silək artıq. Şəkildə tamam bizim gözümüzün önündə aydın şəkildə görünsün. F1 X 20 Newton. F1 Y-imiz də deməli nəyə bərabərdir? 15 Newtona. İndi uşaqlar və bizə deyir ki, indi məsələnin şərtində. Baxın, bizim ümumi əvəzləyici qüvvəmiz nəyə bərabərdir? 0-a. Deməli, F1-dən F3 bir-birini kompensasiya eləməlidir. F2-dən də
F1x bir-birinə nə etməlidir? Kompensasiya eləməlidir. Onda F2-dən F1x necə yönəlmişdi? İstiqamətçi əks. Ədədi qiymətcə də bərabər olsun ki, bunların əvəzləyicisini tapanda 0 versin bizə. Çünki biz bilirik ki, əvəzləyici əks istiqamətdə olduqda necə tapılır? Çıxılaraq. İndi F1x-dən neçə çıxım ki 0 olsun? Əlbəttə ki 0-ı çıxmaq, daha doğrusu 20-ni çıxmaq lazımdır. Onda F2 nəyə bərabər oldu elə? 20-yə. Daha sonra F3-dən də F1y necədir? İstiqamət əksdir. İndi ədədi qiymətcə də bərabər olsun ki, əlbəttə ki, bunlara çıxanda bizə o fərq nə versin? 0, əvəzləyici də 0-a gedə bilsin. Onda F3 də nəyə bərabərdir? 15-ə. Bax, elə cavabımız bizim olacaq nə? 7-də A variantı. İndi gəlin baxın 8-ci suala nə deyir bizə? Deyir ki, 3 kiloqram dəmirin sıxlığı roya bərabərdir. 6 kiloqram dəmirin sıxlığını hesablayın. Uşaqlar, baxırıq ki, dəmir necə cisimdir? Bərk cisim. Və biz də demişdik ki, bərk cisimlərin, maiyələrin sıxlığı yalnız maddənin növündən asılıdır. Maddə dəyişsin ki, sıxlıq dəyişsin. İndi 3 kiloqram da dəmirdir, 6 kiloqram da dəmirdir. Maddə dəyişmədi. Maddə dəyişmədiyi üçün sıxlıq da dəyişməz. Əvvəl roydursa, yenə nəyə bərabər olacaq elə? Roya bərabər olacaq. Keçək baxaq 9-a. Deyir ki, cismin sürətinin zamana asıllıq qrafiki verilib. Hansı qrafik bu cismə təsir edən qüvvənin zamana asıllığını ifadə edir? Uşaqlar, birincisi, gəlin bir xatırlatma edim sizin üçün. Biz demişdik ki, sürətin qrafikinin istiqaməti yuxarıdırsa, yəni istəyir belə yönəlsin, istəyir belə, fərq yoxdur. Həmişə yuxarı yönəlirsə sürətin qrafiki, təcil, qüvvə, əks xarakter olduğu üçün eyni qanunla dəyişəcək. T oxunan yuxarıda sabit olur, yəni müsbət qiymət alaraq sabit olacaqlar. Əgər sürət qrafikinin istiqaməti aşağıdırsa, aşağı yönələrsə bu şəkildə yenə qeyd etdiyim kimi fərqi yoxdur. Hardan başlamasından asılı olmayaraq təcil qüvvə T oxunan aşağıda, yəni mənfi qiymət alaraq sabit olacaq. İndi birinci hissədə sürət qrafiki necədir? Yuxarıdır. Onda təcil qüvvə əlbəttə ki necə olur? Yuxarıdan sabit. Ona görə cavab B ola bilməz. Həmçinin burada baxırıq cavab Y ola bilməz. Ya A-dır, ya C-dir, ya da D-dir. İndi ikinci hissədə sürətin qrafiki sabitdir. Yəni, sürət sabitsə bu hansı hərəkətdir? Bərabər sürətli hərəkət. Bərabər sürətli hərəkətdə qüvvə, təcil nəyə bərabər idi? 0-a. 0-ın da ödəndiyi gördüyünüz kimi hansı variantı verilib bizim üçün? D variantında. Ona görə cavabımız nə deyil? D variantı. Keçək baxaq 10-cu sualımıza. 10-cu sualda nə deyir bizim üçün uşaqlar? Deyir ki, 20 Newton qüvvənin təsiri ilə düz xətlə hərəkət edən cismin koordinatı zamanı asıllıq tənliyi bu şəkildədir. Cismin kütləsini hesablayın. İndi kütləni deyir ki, tap və plus bizə nə verir? Qüvvə. Kütlənin qüvvədən olan düsturu nədir? M bərabərdir. F bölünsün A-dır. Qüvvəni verib bizim üçün 20. Gəlin naməlum təcili tapaq ki, gəlib kütləni hesablaya bilək. İndi mənə bir tənlik verib. X bərabərdir 2T plus 2T kvadratı. Mən bilirəm ki, uşaqlar, X bərabər idi. X0 plus V0T plus AT kvadratı bölü 2 tənliyim var idi mənim koordinat üçün. Əlbəttə ki, T kvadratını görən kimi biz başa düşməliyik ki, bu təcili hərəkətdir. Ki, təcili hərəkətdə təcil var. Əksi halda təcil 0-a bərabər olar, kütlə də ümumiyyətlə 0 olar ki, belə bir hal onsuz da mümkün deyil. Kütlənin 0 olduğu halımız. İndi uşaqlar, T kvadratını görən kimi test koordinatın T kvadratından olan, yəni təcili hərəkətlə olan tənliyini yazdım. İndi X0 yoxdur, gördüyünüz kimi elə bir həddimiz yoxdur. Yəni cisim koordinat başlanğıcı 0 olmaqla hərəkətə neyini başlayıb? 0-dan hərəkət edir. Və bir digər tərəfdən uşaqlar, T-nin qarşısına duran əmsal nəyə aid idi? Sürətə. Yəni, baxın, bu 2 sürətin qiymətidir. V0-ımız 2-yə bərabərdir. 2 metr bölü saniyə. T kvadratın qarşısında duran əmsal da əlbəttə ki, nəyindir? Baxırsınız ki, təcilin qiymətidir. İndi mən baxıram ki, bizim düsturumuzda AT kvadratı bölü 2-dir. Tənlikdə isə 2-yə bölmə yoxdur. Deməli, 2-yə bölüb özü bizə hazır şəkildə neyini verib artıq. Və nə idi 2-yə böləndə 2 verir? Biz bilirik ki, 4-dür. Ona görə həmişə demişdik ki, T kvadratının qarşısında duran əmsalları vurun 2-yə. Və təcilin qiyməti həmin artıq 2-yə vurandan sonra nə alırıqsa olacaq. İndi 2-ni 2-yə vuranda nə verdi? Təbii ki, 4 metr bölü saniyə kvadratı. Təcilimiz də 4-ə bərabər imiş. İndi gətirib yerinə qoyaq. 20 bölünsün 4, yəni cismin kütləsi 5 kiloqram etdi. O da bizə hansı variantda verib? D variantında verib. Keçin, indi gəlin baxaq 11-ci sualımıza. 11-ci sualda deyir ki, sükunətdə olan cismə şəkildəki kimi qüvvə təsir edir. Bu cisim indi uşaqlar necə hərəkət edəcək müəyyənləşdirir. Deməli, gəlin baxaq bircə-bircə. Burada artıq görək nə işimiz var. Uşaqlar, baxıram. F2, Y oxu yönələn, Y oxu boyunca yönələn bir bizim artıq burada qüvvəmizdir. Onu hər hansı bir proyeksiyaya ayırmağa ehtiyac yoxdur. Və özü də neçə damadı gördüyünüz kimi, baxın, sadəlik naminə də hər damanı bir qəbul edir. İndi F2-miz bir dama yazdım, bax, yuxarıdır.
Vsyo. İndi keçdik, baxırıq burada uşaqlar, həmçinin eyni qaydada F3. Gördüyünüz kimi x oxu boyunca 2 dama sağa yönəlib, onu da proyeksiyasına ayırmağa ehtiyac yoxdur. Cəd sağa 2 dama olduğuna görə sadəlik namını da yenə qeyd edirəm. Hər damanı 1 qəbul edir. F3 də 2 Newton yazıram. İndi silək bunları. Baxırıq ki, bizim F1-imiz əyri-xətli vektordur. Tez dərhal onu proyeksiyasına ayırıram. Bu olacaq bizim F1 x-imiz. Bu da olacaq bizim nəyimiz? F1 y-imiz. İndi F1 x sola doğrudur. Tez dərhal sola doğru çəkdim. Və baxırıq ki, uşaqlar neçə damadır? 2 dama. F1x onda oldu nə ilə? 2 Newton. Daha sonra F1 y-ni aldım. 1 dama aşağı və sözsüz ki, sadəlik namını hər bir damanı 1 Newton qəbul edəyərək. Ona görə oldu nə? F1 y 1 Newton. İndi keçək eyni şəkildə artıq F3-ü dedik, F2-ni ehtiyac yox idi. Baxırıq burada F4-də. F4 əyri-xətlidir. Yenə proyeksiyasına ayırıram. Bu olacaq bizim F4 y-imiz. Bu da olacaq bizim nə? F4 x-imiz. İndi F4 x baxırıq sağadır. Özü də neçə damadır? 2 dama. Onda baxın, gəlin burada bir də yazıram nə? F4 x də sağa 2 Newton. İndi F4 y də aşağı idi və neçə dama idi? 1 dama. Onda yazırıq. F4 y bərabərdir nəyə? 1 Newtona. Aşağı doğru çəkdiyim F1-in yanına yazdıq. İndi qaldı bizə deməli burada nəyi proyeksiyasına ayırmaq? F5-i. Çünki F5-də gördüyünüz kimi əyri-xətli vektorda tez proyeksiyasına ayırıram. Deməli baxırıq. F5 y-dir bu. Bu da bizim F5 x-imizdir. F5 x sağa doğru 1 dama. Onda yazıram bax burada. F5 x bərabərdir 1 Newtona. F5 y isə yuxarıda gördüyünüz kimi və neçə dama? 1 dama. Onda baxın burada da yazırıq. F5 y deməli bərabərdir 1 Newtona. İndi uşaqlar gəlin bircə artıq burada ümumi biz əvəzləyicilərimizi tapaq. Yuxarı doğru yönələnlər nə idi? F2, F5 və 1. Onda yuxarı ilə neçə? 2 Newton. Daha sonra sağa doğru yönələnlər F3, F4, F5 eyni istiqamətdə olanda təbii ki, əvəzləyici necə toplanırıq? 2, 2, 4, 4-dən də 1, 5 elədir sağ. İndi keçdik sol tərəfə. Sol tərəfdə bir dənə F1 idi, o da 2 Newton yazdım. Aşağı yönələnlər nədir? F1 y-dən F4 y və 1 cəmunda nə verdi bizə? 2 Newton. Baxın, bununla bu bir-birini kompensasiya elədi. Onda bizim şəklimiz necə bir hala düşdü? 5 Newton sağa, 2 Newton da sola. Əlbəttə ki, əks istiqamətdə olanda necə tapırdıq? Çıxaraq. İndi böyükdən kiçiyə çıxırıq, yəni 5-dən 2-ni çıxdıq, elədi 3 və əvəzləyicinin istiqaməti necə yönəlirdi? Böyük istiqamətlə. Deməli, baxın, bu 5 dənə qüvvənin əvəzləyicisi sağa doğruymuş və cisim də əvəzləyici istiqamətində yönələr sağa doğru. İndi sağa doğru olan bunların arasında hansı idi? F3. Ona görə nə deyirik? Cisimimiz F3 istiqamətində hərəkət edəcək. Yəni, cavabımız nədir uşaqlar? D variantı. Gəlin, indi keçək baxaq. Gəlir bizim 12-ci sualımız. 12-ci sualda nə deyir bizə? Deyir ki, kütlələri M1 2 kg, M2 də 10 kg olan cisimlər qarşılıqlı təsirdədir. Bax, bu söz bizim üçün qeyd edə bilərəm ki, ipucu sözümüzdür. Və bizdən indi nə deyir? Cisimləri təsir edən qüvvələrin nisbətini hesablayın. Uşaqlar, biz dedik ki, məsələnin şərtində qarşılıqlı təsir sözü varsa, qüvvələr həmişə bir-birinə bərabərdir. Hansı bölmə olur olsun, hansı mövzu olur olsun. Qüvvələr qarşılıqlı təsir sözü varsa bərabərdir. Çünki niyə görə? Təsir əks təsirə bərabərdir Newton 3-cü qanununa görə. Onda F1 bərabərdir F2-yə. Əlbəttə ki, bu nisbətdə bizə nə verəcək uşaqlar? Elə 1-i verəcək. O da hansı variantda verib bizim üçün? Y variantında. Yəni 12-də cavabımız Y variantıdır. İndi gəlin 13-cü sualımıza baxaq. Deyir ki, hamar üfüqi müstəvi üzərindəki kütlələri 2 kg və 3 kg olan iki cisim ipək sapla bir-birinə bağlanıb. F1 10 Newton, F2 də 30 Newton olarsa cisimlər sisteminin təcilini hesablayın. İndi uşaqlar, baxıram ki, məsələnin şərtində bizə kütlə verib, bir də qüvvə verib. Onda təcilin kütlədən, qüvvədən olan düsturunu yazaq. A bərabər idi F bölünsün. İndi sistem dediyi üçün indekslərlə də sistemi qeyd edək. Uşaqlar, gəlin baxaq. Qüvvə necə kəmiyyətdir? Vektorial kəmiyyətdir. Vektorial kəmiyyətlərin istiqaməti var. İndi sistemin qüvvəsini tapanda onda bu istiqaməti nəzərə almaq şərti ilə qiymət çıxaracaq. Əks istiqamətə yönəlib qüvvələrimiz əks istiqamətdə olduqda necə tapılır? Çıxılaraq tapılacaq. Onda deməli F2 çıxılsın, F1 yazdıq. İndi keçək kütləyə. Kütlə necə kəmiyyətdir? Skalyar kəmiyyətdir. Skalyar kəmiyyətlərdə istiqamət yoxdur. Ona görə
Cəbri qaydada nə edirik? Toplanmaya baxırıq. Sistemin yəni kütləsi cəbri qaydada toplanaraq tapılacaq. F2-ni verib 30, F1-imiz 10. Bu fərq verdi bizə 20. M1-imiz deməli 2, M2-miz də 3-dür. Bu cəmdə verdi bizə 5. Onda 20-ni 5-ə böləndə təbii ki, neçə elədi? 4 metr böl saniyə kvadrat. Yəni təcilimiz 4 imiş. O da bizə verilib D variantında. İndi gəlin keçək baxaq burada 14-cü sualımıza. Nə deyir bizə? Deyir ki, x və y oxları üzrə proyeksiyalarına əsasən f qüvvə vektorunun modulunu hesablayın. Uşaqlar, birincisi, əgər hər hansı bir kəmiyyətin bizdən modulunu yaxud bir digər tərəfdən ədədi qiymətini istəyirsə, biz birincisi onun x oxu üzrə, y oxu üzrə ayrılıqda proyeksiyalarını tapmalıyıq. Daha sonra kökdə gətirib proyeksiyalarının kvadratlarını cəmləyəcəyik. Onda gəlin birincisi, baxın, bu f-in x oxu üzrə proyeksiyasını tapaq. Vektorun da proyeksiyası necə tapılırdı? Əlbəttə ki, sonundan başlanğıca çıxmaqla. Sonu da haraydı demişdik? Təbii ki, ox olan hissə. İndi ox olan hissəyə uyğun uşaqlar özü də x-i tapanda y-i görməzdən gəlin. Lazım deyil. Bax, bu qiymətlərin heç birini görmə. İndi sonu dedik haradır? Təbii ki, ox olan hissəmizdir. İndi ox olan hissəyə uyğun qiymətimiz neçədir? 12-dir. Digər hissədə başlanğıcımızdır. Ora uyğun qiymətimiz 4-dür. Onda deməli, f-in x oxu üzrə proyeksiyası nəyə bərabər oldu? 8 newtona. Keçək eyni qaydada y oxu üzrə proyeksiyasının tapılmasına. İndi uşaqlar, gəlin baxaq. Yenə eyni qaydada sondan başlanğıca çıxmalıyam. Diqqət edin. Burada artıq indi x-in üzərindəki qiymətləri görməzdən gəlirik. Baxıram ki, sonuna uyğun qiymətimiz, yəni ox olan hissəyə uyğun qiymət neçədir? 3-dür. Digər isə neçədir? 9-dur. Bunda deməli, bu da bizə verdi nə? -6 newton. Məndən vektorun nə istəyirdi? Ədədi qiymətini yaxud modulunu eyni şeydir. Onda gəlin tapaq onu da kök altında. Fx-in kvadratı plus fy-in kvadratı. Yəni kök altında 8-in kvadratı plus -6'nın kvadratı. Yəni 64 plus 36, o da 100 verəcək. 100 də kökdən necə çıxır? 10 şəklində. Cavabımız onda nəyə bərabər imiş elə? 10 newton, yəni D variantı. Gəlin indi keçək baxaq uşaqlar 15-ci sualımıza. 15-ci sualda nə deyir bizim üçün? Deyir ki, sürtünməsi nəzərə alınmayan səthdə M və 3M kütləli cisimlərə F qüvvəsi təsir etdikdə ipdəki T1, kütlələrin yerini dəyişdikdə isə T2 olur. Yəni gərilmə qüvvəsi T1, T2 olacaq uyğun şəkildə. Buna əsasən T1 böl T2 nisbətini tapın. İndi baxın, bu halda yəni şəkil 1. Bu halda bizim elə ipdə yaranan gərilməmiz T1 idi. Gəlin baxaq uşaqlar. Deməli, F qüvvəsi neçə dənə cismi çəkib dartır? Baxıram ki, 3 dənə cismi çəkib dartır uşaqlar. Onda deməli, baxırıq ki, F bərabərdir. Heç bunu hesablamasaz da olar. Gəlin indi başladım elə hesabı göstərim sizin üçün. 3M plus M vurulsun nəyə? A-ya. Yəni bizim F-imiz 4MA-ya bərabər idi. İndi T1-imizə baxaq uşaqlar. T1 neçə dənə cismin yaratdığı gərilmə idi? Özündən əvvəl olana dedik, baxırıq. Özündən əvvəl neçə dənə cisim var? 1 dənə. Onun da kütləsi nəyə bərabər idi? 1M-ə. Onda oldu nə? T1-imiz bərabər imiş 1MA-ya. İndi məsələnin şərtində artıq bizə qeyd edib ki, kütlələrin yerini dəyişəndə ipdə yaranan gərilmə T2-dir. Onda gəlin bax şəkli çəkirəm. İndi 3M bura olacaq. Bir digər tərəfdən M də bura olacaq. Burada yaranan gərilmə artıq T2-dir, dəyişdi. İndi F də burada öz yerində. Onda uşaqlar gəlin baxaq. T2-dən əvvəl neçə dənə cisim var? 1 dənə. O da artıq kütləsi nədir? 3M-dir. Onda oldu T2 bərabərdir nəyə? 3MA-ya. T1-imiz 1MA-dır, T2-miz 3MA-dır. Gəlin nisbətimizi tapaq. T1 bölünsün T2 bərabərdir. 1MA bölünsün 3MA. Onda nisbət nəyə bərabər imiş elə? 3-də 1-ə. Onu da verib bizə hansı variantda? D variantında. Yəni 15-ci sualda bizim cavabımız olacaq D variantı. İndi gəlin keçək baxaq 16-ya. 16-cı sualda nə deyir? İş prinsipi Hooke qanununa əsaslanan cihaz yaxud cihazlar uşaqlar. İş prinsipi Hooke qanununa əsaslanan cihazımız dinamometrdir. Ona görə cavabımız elə nədir? A variantı yalnız 1. Keçək indi gəlin baxaq burada 17-ci sualımıza. 17-ci sualda nə deyir bizə? Deyir ki, cismə təsir edən qüvvəni 4 dəfə artırdıqda uşaqlar biz demişik ki, artmada, azalmada həmişə əvvəlki qiymətdəndir. Tərəziyə qalxırıq, kütləmizin artıb azalmasını necə müşahidə edirik? Əvvəlki qiymətimizlə müqayisə edərik. İndi sözsüz ki, biz də burada qüvvənin artıb azalmasına yaxud fərq yoxdur. Hər hansı bir kəmiyyətin artıb azalmasını nəyə görə müəyyən edirik? Əvvəlki qiymətimizə görə. İndi əvvəlki qiymətimiz olsun F1, son qiymətimiz də olsun nə? F2.
Son əvvəl. İndi bizə nə deyir? Sənin son qiymətin əvvəlki qiymətindən 4 dəfə artdı. Yəni F2 bərabər imiş nəyə? 4 F1-ə. Dəfə artma təbii ki vurmadı, dəfə azalma bölmədi. Qədərdən söhbət gedəndə toplama, həmçinin yaxud çıxma olacaq. Artmadsa toplama, azalmazsa çıxma. İndi məsələn burada nə deyir artıq davamında? Hərəkət təcili 6 metr bölü saniyə kvadrat artır. Görürsünüz, dəfə ifadəsi yoxdur. Söhbət qədərdən gedib. Yəni eyni şəkildə. Təcilin son qiyməti 2-dir, əvvəlki qiyməti 1-dir. İndi əvvəlkindən 6 metr bölü saniyə nə edib? Saniyə kvadratı artıq dəfə demədiyi üçün burada vurmaya, bölməyə baxa bilmərik. Qədərdən söhbət gedib, artmadan söhbət gedib, topladıq. İndi bizə nə deyir? Buna əsasən cismin başlanğıc təcilinin qiymətini hesablayaq uşaqlar. Qüvvənin təcilin birgə iştirak etdiyi düstur nə idi? Əlbəttə ki, F bərabərdir M-a. İndi cisim dəyişməyib ki, qüvvə və təcil dəyişibdir. Cisim dəyişsə təbii ki kütlə də dəyişəcək. İndi amma yenə qeyd edirəm, cisimimiz bizim dəyişməyib. Sadəcə qüvvə dəyişdiyinə görə ona bağlı olaraq təcil də neynədi? Dəyişdi. Qüvvədən də baxaq görə indi dəyişənlərimiz qüvvə təcilsi necə asılıdırlar? Düz asılıdırlar. F1 bölünsün F2 bərabərdir. A1 bölünsün nəyə? A2. F1-imiz öz yerində. F2-miz 4F1-dir. A1-imiz öz yerində. A2-miz A1 plus 6 idi. İndi buradan F-lər getdi. Tənasüblə gedəndə. 4A1 bərabərdir. A1 plus 6-ya. 3A1 bərabərdir 6-ya. Buradan da A1-imiz ilə nəyə bərabər imiş? 3 metr bölü saniyə kvadrata. Yəni təcilin başlanğıc qiyməti, əvvəlki qiyməti 3 metr bölü saniyə kvadrat imiş. Onu da bizə verib elə hansı variantda? C variantında, yəni 17-də cavabımız olacaq C variantı. İndi gəlin keçək uşaqlar. Burada gəlir bizim hansı sualımız? Gəlir bizim, özü yox, bağışlayın, hesablama səhv eləmişəm mən. 6-nı deməli 3-ə böləndə 2 eləyir. 3 yox, 2 metr bölü saniyə kvadratı. O da deməli hansı variantda verib bizim üçün? A variantını. Düzəldək bunu da. Deməli cavab A-dır. Gəlin keçək baxaq indi 18-ci sualımıza. Görək 18-də nə deyir bizim üçün? Deyir ki, cismin yerə nəzərən sürətinin proyeksiyasının zamanı asıllıq qrafiki verilibdir. Hansı zaman intervallarında bu cisimlə bağlı koordinat sistemi, ətalət hesablama sistemi hesab etmək olar uşaqlar. Ətalət yaxud inersial hesablama sistemi eyni şeydir. Biz demişdik ki, ətalət hesablama sistemi, inersial hesablama sistemi Newtonun birinci qanununun ödənildiyi sistemdir. Newtonun birinci qanununa görə də cismə təsir edən qüvvə nəyə bərabər olmalıydı? Sıfıra bərabər olmalıydı. Baxın, burada yazırıq. Newtonun birinci qanununa görə cismə qüvvə təsir etməməlidir. Yaxud edirsə də onu kompensasiya edən əks təsir olmalıdır. Yəni, nəticədə qüvvə nə olur? Sıfır olur. Qüvvə sıfırdırsa, onun əkiz qardaşı təcil də sıfırdır. Həmçinin bir digər tərəfdən mən bilirəm ki, artıq təcil sıfırdırsa, cisim düz xətli bərabər sürətli hərəkət edə bilər. Yaxud bir digər tərəfdən ümumiyyət uşaqlar. Biz demişdik ki, Newtonun birinci qanunda başqa bir cümlədə ifadədə işlətmişdik. Cismə qüvvə təsir etmirsə, yaxud edilən təsirlər bir-birini kompensasiya edirsə, cisim ya düz xətli bərabər sürətlə hərəkət edər, yaxud da sükunətdə olar. Yəni, düz xətli bərabər sürətlə hərəkət edirsə, sürət sabitdir. Sükunət isə əlbəttə ki, dayanıb. Dayanıbsa sürət nədir? Sıfırdır. İndi bu ikisine biz artıq ətalət, inersial hesablama sisteminin şərti kimi baxa bilərik. İndi gəlin baxaq. Nə deyir bizə indi burada? Hansı hissələr inersial hesablama sistemi, ətalət hesablama sistemi qəbul edilə bilər? Baxıram, sıfırdan T1-ə sürət artıb. Xeyr, biz dedik ya sürət sabit olsun, ya da sıfır olsun. Yəni, cisim hərəkət etməsin. Sıfırdan T1-ə artdığı üçün biz bunu qəbul edə bilmərik. A ilə Y getdi. T1, T2 hissəsində sürət sabitdir. Bəli, dedik, bu qəbul edilən haldır. Ona görə D ola bilməz, elə bir variant verməyib bizim üçün. T2-dən T3-ə sürət azalıb. Xeyr, biz dedik, sürət sabit qalsın, yaxud da sıfır olsun. Onda deməli, C də ola bilməz. T3-dən T4-ə sürət sıfırdır. Bəli, bu da qəbul ediləndir. Ona görə cavabımız nə olacaq? 18-də B variantı. Baxın, bu elə ətalət, həmçinin inersial hesablama sisteminin şərtidir. Qüvvə təcil sıfır, sürət sabit yaxud sıfır. İndi gəlin baxaq 19-cu sualımıza. 19-cu sualda nə deyir bizim üçün uşaqlar? Deyir ki, kütlələri 60 kiloqram və 75 kiloqram olan iki oğlan qaçan zaman bir-biri ilə toqquşur. İkinci oğlan birincini 70 Newton qüvvə ilə itələyirsə, birinci oğlan ikincini nə qədər qüvvə ilə itələyir? Uşaqlar, təsir əks təsirə bərabərdir. Çünki əgər bir-birlərlə toqquşurlarsa, bunlar qarşılıqlı təsirdədirlər. Və biz də demişdik ki, qarşılıqlı təsirdə olan cisimlər həmişə ədədi qiymətcə bir-birlərinə
eyni qüvvə ilə təsir göstərəcəklər. Yəni mütləq şəkildə bu onu 70 Newton qüvvə ilə itəlirsə, digəri də o birini 70 Newton qüvvə ilə itələyəcək. Newtonun 3-cü qanunu qüvvənin ədədi qiyməti dəyişmir, istiqamətçi əkslik var ancaq. Cavab yenə qeyd etdiyim kimi olacaq nə? 70 Newton. İndi gəlin keçək baxaq 20-ci sualımıza. 20-ci sualda nə deyir bizim üçün uşaqlar? Deyir ki, sürtünmə qüvvəsi nəzərə alınmayan sistemdə 4 kq və 6 kq kütləli cisimlər hərəkət edir. Buna əsasən təgərilmə qüvvəsinin neçə Newton olduğunu hesablayın uşaqlar. İpə bağlı cisimlərdə özü də tərpənməz blokdan keçirilmiş cisimlərimizdir. Belə bir sistem üçün biz gərilmənin və təcilin düsturunu çıxarmışdıq. İndi gərilmə deyir, gəlin baxaq. Gərilmənin düsturu nə idi? 2 M1 M2 bölünsün M1 plus M2 vurulsun J. İndi hesablayaq. 2 vurulsun 6. Vurulsun 4 bölünsün 6 plus 4 J'ni də mötərəzidə verib 10. Bu 10, bu 10 getdi. 2-ni 4-ə 8, 8-i də 6-ya əlbəttə ki eləyəcəyinə 48 Newton. Onu da verib bizə hansı variantda? C variantında. Yəni 20-ci sualda cavabımız olacaq nə? C variantı. İndi uşaqlar gəlin 21-ci sualımıza baxaq. Nə deyir bizə? Deyir ki, F bərabərdir 36 Newton, təgərilmə də bərabərdir 30 Newton olarsa A cisminin kütləsini hesablayın. İpə bağlı cisimlərdir. Biz dedik ki, ipə bağlı cisimlərdə özündən əvvəl neçə cisim varsa ona baxırsınız uşaqlar. Gəlin indi baxaq. Diqqət eləyək. F qüvvəmizi verib neçə? 36 Newton. İndi F qüvvəsindən əvvəl neçə cisim var? 1-2 kq kütləli cisimimiz var. 1-4 kq kütləli cisimimiz var. Bir də onun üzərində A cismi var, naməlum kütləli, elə onu tapmalıyım. Bir də yenə 2 kq kütləli bizə nə verib? Cisim verib. Onda deməli F bərabərdir. Yazırıq burada. Deməli 2 plus A cismi plus 4 kq plus 2 kq vurulsun nəyə? A-ya. Hətta F-i də vermişdi indi neçə? 36 vermişdim. Yazaq elə. 36 bərabərdir 2 plus A plus 4. Gəlin cəmləyə elə belə uzun uzadı getməyə. 2 plus 4 6, 6-dan da 2 8. Yəni 8 plus A vurulsun A-ya. İndi eyni qaydada baxırıq təgərilməyə. Təgərilmədən əvvəl uşaqlar baxıram neçə dənə cisimimiz var. Yenə A kütləli cisimimdir. Yəni A cisimimizdir, naməlum kütləli. 4 kq kütləli cisimimizdir. Bir də 2 kq kütləli cisimimizdir. Onu da yazırıq nə? 2 plus A plus 4 vurulsun təcil. Gərilməni vermişdi məsələnin şərtindən üçün 30 Newton yazaq. 30 bərabərdir. Deməli 6 plus A bir də vurulsun təcilimiz. İndi uşaqlar baxın. Bu iki ifadəni, yəni baxın bu F-in ifadəsini gərilmənin ifadəsini gətirib tərəf-tərəfə bölüb naməlum olan A cisminin kütləsini hesablayacağıq. İndi gəlin yazaq. F bölünsün təgərilmə bərabərdir. Təbii ki, burada aldığımız ifadələrimiz nə idi? F üçün 8 plus A, bir də təcilimiz. Bir digər tərəfdən gərilmə üçün nə aldıq? 6 plus A, bir də vurulsun yenə təcil. İndi uşaqlar təcillər gedəcək. F-in qiymətini neçə vermişdi? Gətirib yerinə yazıram. 36 yazdıq. Gərilmənin qiymətini vermişdi. Məsələnin şərtində neçə? 30. Gətirib yenə yazıram. İndi buradan uşaqlar ixtisar gedir. Qalır deməli 6-ya aparanda 6, 5 bərabərdir 8 plusa. Bir də bərabərdir 6 plus A-ya. İndi tənasübdən gedək hesablayaq. Deməli uşaqlar buradan yazıram elə. 36 plus 6A bərabərdir 40 plus 5A-ya. İndi bir digər tərəfdən bu tərəfdə indi keçirəndə olacaq neçə? Deməli A bərabər olacaq 4-ə. Yəni A cisminin kütləsi nəyə bərabər imiş? 4 kq-a bərabər imiş. O da bizə verilir belə. Hansı variantda? Gördüyünüz kimi D variantında. Yəni 21-də cavabımız olacaq elə D variantı uşaq. İndi uşaqlar gəlin baxaq 22-ci suala nə deyir bizə? Deyir ki, avtobus döngədə hərəkət edərkən sərnişin müvazinətini saxlamaqdan ötürü hansı istiqamətə meyil etməlidir? Birincisi, müvazinət nə deməkdir? Ətalət diliyini. Ətalət vəziyyətini qorumaqdan ötürü hansı istiqamətə meyil etməlidir? Onu soruşur. Deməli, biz bilirik ki, ətalətliliyi, ətalət vəziyyətini qorumaq üçün hərəkətin əksi istiqamətində biz nə edirik? Yönəlirik. Məsələn, necə bunu isbat edə bilərik? Tutalım, maşın hərəkət edir. Maşın içərisində əyləşən sərnişinlərlə onunla birgə hərəkət edir. Yəni, irəli doğru gedirsə irəli, sağa doğru gedirsə sağa. İrəli gedir indi deyək, nəzərdə tutaq. Birdən-birə maşın tormuz verəndə cisimlər hər biri yenə nə edəcək? İrəli doğru hərəkət edəcək.
Niyə görə? Çünki əvvəl maşın irəli gedirdi, sərnişinlərlə onunla birgə irəli gedirdi. Tormuz verəndə dayandı, cisim də öz əvvəlki vəziyyətini, irəli doğru getmə vəziyyətini qorumaq üçün neynədi? İrəliyə doğru yönəldi. İndi burada da eyni şey ödənəcək. Avtobus neynir uşaqlar? Baxın burada. Əvvəlcə döngədə dönməmişdən əvvəl cisimlər sükunət vəziyyətinə dayanmışdı. Yəni avtobus irəli doğru gedirdi, yaxud sağa doğru getsə sağa doğru gedirdi. Cisimlər də onun içərisində sükunət vəziyyətində, yəni dayanaraq sağa doğru irəliyirdilər, gedirdilər. İndi bir digər tərəfdən maşın birdən-birə artıq baxın necə dönür, sağa doğru dönür. Baxın bu şəkildə. Avtobusumuz sağa doğru artıq meyl edərək döngəni dönür. Onda cisimlər də artıq bunun əksinə, yəni sola doğru yönələcək ki, əvvəl o avtobusun içərisindəki dayanıqlılıq halını bərpa edə bilsinlər. Ona görə cavabımız nədir uşaqlar? Təbii ki, 22-ci sualda A variantı. İndi gəlin keçək baxaq. Bunu ümumiyyətlə gündəlik həyatımızda da biz, yəni müşahidə edirik. Fizika bilməyimizə belə ehtiyac yoxdur. Təxəyyül etsək, təxəyyülümüzə gətirərək, yəni sualın cavabını tapmaq mümkündür. İndi gəlin keçək baxaq 23-cü sualımıza. Nə deyir bizə? Deyir ki, doğru ifadələri göstərin. Birinci deyir ki, qüvvənin təsiri kəsilərsə cisim hərəkət etməz. Yəni uşaqlar qüvvə sıfır olanda. Bəli, biz demişdik ki, cismə təsir edən qüvvə yaxud qüvvələrin əvəzləyicisi sıfırdırsa, təbii ki, cisim ya hərəkət etməz, sükunətli olar, yaxud da düz xəttli bərabər sürətdə hərəkət edər. Ona görə birinci ifadə də düzdür, ikinci ifadə də düzdür. Keçək indi üçüncü nə deyir? Cisim həmişə qüvvənin təsiri istiqamətində hərəkət edir. Xeyr uşaqlar, hansı qüvvədən söhbət gedir? Sürtünmədənmi, müqavimətdənmi, dartıdanmı? Yəni burada ümumi bir qüvvə anlayışı adı altında qüvvənin təsiri istiqamətində hərəkət edir desək, bu yanlış ifadədir. Ona görə bu tamamilə səhvdir. Cismə qüvvə təsir edərsə sürəti dəyişər, bəli. Biz bilirik ki, qüvvə varsa onun əkiz qardaşı təcil də var. Təcili hərəkətdir. Necə hərəkətdir? Sürətin dəyişməsi ilə özünü göstərən hərəkətdir. Sürət ya azalır, ya da daha doğrusu artır. Bu da doğru variantdır. Cismə qüvvə təsir edirsə, sürətin modulu həmişə artar? Xeyr. Dedik axı bayaq. Ya azalar, ya da artar. Yavaşlayandırsa azalar, yeyinləşəndirsə artar. Bu səhv ifadədir. Cismə hərəkət istiqamətində perpendikulyar olan sabit qüvvə təsir edərsə, sürətin modulu dəyişməz. Bəli, iş sıfırdır. İşin sıfır olmasına, kinetik enerjinin sıfır olmasına gəlirik və oradan da təbii ki, sürətin də sıfır olmasına gəlirik. Yəni bir sözlə bu da həqiqətən də doğru ifadəmizdir. Onda deməli doğru olan ifadələrimiz birincidir, ikincidir. Bir digər tərəfdən baxırıq burada dördüncüdür, bir də altıncıdır. İndi gəlin keçək baxaq 24-cü sualımıza. 24-cü sualda nə deyir bizim üçün? Deyir ki, kütləsi 5 kiloqram olan cismə 10 Newton qüvvə təsir edir. Verilmiş qrafikə əsasən cismin son sürətini metr bölü saniyə ilə hesablayın. İndi uşaqlar kütlə var, bir digər tərəfdən qüvvəmiz də var. Gəlin biz buradan təcili keçid edək. A bərabərdir F bölünsün M. İndi F'imiz 10'dur, kütləmiz 5'dir, təcilimiz nəyə bərabər imiş? 2 metr bölünsün saniyə kvadratına. İndi bizdən istədiyi nədir? Baxın, məsələnin deməli şərtində, həmçinin qrafikdə bizə verib zaman, başlanğıc sürəti verib. Biz bilirik ki, həmişə ordinat toxunan nöqtə başlanğıcdır və sıfır vəziyyətindən bizim qrafikimiz get-gedə artıb. Yəni V0'ımız sıfırdır, zamanımız 10 saniyədir. Təcilimizi tapdıq 2 metr bölü saniyə kvadratı və bizdən nə istəyir indi? Son sürəti istəyir uşaqlar. Baxın 10 saniyə uyğun, yəni son sürətimizi tapaq. İndi gəlin baxaq, bunların hamısını birgə iştirak etdik. Hansı düsturumuz var idi? Əlbəttə ki, təcilin belə bir düsturu var idi. V çıx, V0 bölünsün T. İndi gətirib bütün qiymətləri yerinə qoyaq. Təcilimiz 2-dir, son sürəti bilmirik, başlanğıc 0 idi, zamanımız da 10 saniyə idi. Onda buradan tapdıq ki, V bərabər imiş nəyə? 20 metr bölü saniyə. Yəni 10-cu saniyənin sonunda mənim sürətim nəyə bərabər olacaq? 20 metr bölü saniyəyə. Cavab da elə 20-dir. Gəlin keçək indi uşaqlar, baxaq, burada gəlir bizim 25-ci sualımız. 25-ci sualda nə deyir bizim üçün? Deyir ki, R radiuslu polad kürəyə 160 Newton qüvvə müəyyən təcil verir. L bölü 2 radiuslu polad kürəyə hansı qüvvə eyni qədər təcil verər? İndi uşaqlar, bizə deyir ki, hansı qüvvə eyni qədər təcil verir? Yəni məndən soruşduğu qüvvədir və məsələnin də şərtində bizə təcilin sabit olduğunu vurğulayır. F bərabərdir, əlbəttə ki, qüvvənin təcildən olan düsturu nə idi? M idi. İndi uşaqlar, yenə qeyd edirəm, baxın, bizə məsələnin şərtində nə deyir? L bölü 2 radiuslu polad kürəyə hansı qüvvə
eyni qədər təcil verir. Təbii ki, eyni təcildən söhbət gedirsə, təcil dəyişirmi? Xeyr, təcil dəyişən deyil. Yəni, siz təcilin də yerinə hər hansı bir düstur əvəzləməsi apara bilməzsiniz. O sabitdir, öz yerində qalır, konkret qiyməti var. Onda yaxşı. Baxıram ki, bizə radiusu dəyişən kimi verib. Bir də məsələnin şərtini polad, alüminium, yəni maddənin növü ilə bağlı ifadə görürsünüzsə, bilin ki, həmişə sıxlığa gedəcəksiniz. Onda deməli, sıxlığın kütlədən, daha doğrusu kütlənin sıxlıqdan olan bir düsturu var idi mi? Var idi uşaqlar. Nə idi? Rho V. Onda gətirib yazdıq. F bərabərdir rho vurulsun, V vurulsun A-ya. Bir digər tərəfdən nə deyir? Kürə. Kürənin də həcmi nə idi? 3/4 pi r kubu yazırıq onda. F bərabərdir rho vurulsun, 3/4 pi r kubu vurulsun nəyə? A-ya. Dedik ki, məsələnin şərtində bizə vurğulayıb ki, eyni qədər təcil, yəni təcil dəyişmir. Həmçinin əvvəl kürəmiz polad idi. Yenə R/2 radiuslu polad kürə. Maddənin növü dəyişmədiyi üçün sıxlıq da dəyişməyəcək. 3/4 pi onsuz da uşaqlar. Bu sabit ədəddir. Ədəddən heç vaxt bizim işimiz yoxdur. O dəyişməz konkret bir, yəni bizim qiymətimizdir. Onda dəyişən nə qaldı? Radius. Radiusun da hesabına nə dəyişəcək? Qüvvəmiz. Qüvvə radiusdan necə asılıdır? Düz, amma nə ilə? Kub ilə. İndi baxıram, radiusumuz əvvəl R idi. Oldu neçə? R/2. R-dən R/2-yə gəlmək nə deməkdir? Əlbəttə ki, radiusun 2 dəfə azalması. Radius 2 dəfə azalan yerdə qüvvə də nə edəcək? Təbii ki, azalacaq, çünki düz aslı idi. Amma kubu ilə düz idi. 2-nin də kubu nə deməkdir? 8. Onda təbii ki, qüvvəmiz nə edəcək? 8 dəfə azalacaq. Onda, yəni 8 dəfə azalma, əvvəlki qiymətdən 8 dəfə azalırdı. İxtiyari bir qiymətdən yox ki, əvvəlki qiymətimiz də neçə idi? 160 bölünsün 8, cavab olacaq nə ilə? 20 Newton. Bu da bizim elə 25-ci sual üçün aldığımız cavabdır. Yəni cavabımız oldu 20 Newton. İndi gəlin keçək baxaq, burada gəlir bizim 26-cı sualımız. 26-cı sualda nə deyir bizim üçün uşaqlar? Deyir ki, kütləsi 4 kiloqram olan cisim 2 metr radiuslu çevrə üzrə 20 metr bölü saniyə sürətlə hərəkət edir. Ona təsir edən qüvvələrin əvəzləyicisi nəyə bərabərdir uşaqlar? Əvəzləyici qüvvənin düsturu nə idi? F əvəzləyici bərabərdir MA-ya ki, məsələnin şərtini onsuz da sənə kütlə vermişdi. Qüvvənin də kütlədən olan düsturu təbii ki, nədir? MA-dır. İndi baxıram ki, necə hərəkətdir? Diqqət eləyək, məsələnin şərti bizə ipucu verir. Çevrə üzrə hərəkət. İndi kütlənin qiyməti məlumdur. Təcilin qiyməti məlumdurmu? Xeyr. Onda naməlum təcili tapmalıyıq. Naməlum təcili necə tapırıq uşaqlar? Təcilin çevrə üzrə hərəkət üçün elə bir düsturu lazımdır ki, bizə həm orada V olsun, həm də orada R, yəni radius olsun. O da əlbəttə ki, hansı düstur idi? A bərabər idi. V kvadratı bölünsün R. Elə gəlin buradan tapıb qiymətini gətirib yerinə qoyaq. V-ni verib neçə? 20. 20-nin kvadratı. Radiusumuz neçədir? 2. 400-unu da 2-yə böləndə neçə eləyəcək? Təbii ki, 200 eləyəcək. Təcilim, yəni 200 metr bölü saniyə kvadratıymış. İndi gətirib qüvvəni hesablayaq. F bərabərdir. Kütləni verib 4 kiloqram. Deməli, təcili tapdıq 200. Yəni, cavabımız nəymiş? 800 Newton. Məndən alalım cavabı nədən istəyir? Kilodan. Kilo nədir uşaqlar? 10 üstü müsbət 3. Yəni, mindir də, yəni bir sözlə. Mini parçalıb nə etməliyəm artıq? Çıxarmalıyam. Onda cavabımız nə olacaq? 0,8 kilo Newton. İndi deməli, bu da elə bizim cavabımızdır. 0,8 kilo Newtonla da yazdıq, ifadə etdik. Və diqqətli olun uşaqlar, sizdən cavabı kilodan istəyirsə kilodan yazın. Megadan istəyirsə megadan, millidirsə milli. Çevirmələrdə həmişə çox diqqətli olun. Əgər çevirməsə sizə tam bal verməyəcək, ümumiyyətlə səhv qəbul edəcək. Gəlin keçək indi 27-ci sualımıza. 27-ci sualda nə deyir bizim üçün? Deyir ki, qrafiklər arasında uyğunluğu müəyyən edin. Birincidə uşaqlar baxırıq, sürət nədir? Sabit. Sürət sabitsə biz bilirik bu hansı hərəkətdir? Düzxətli bərabər sürətli hərəkət. Düzxətli bərabər sürətli hərəkətdə qüvvə, təcil nəyə bərabər idi? Sıfıra. Sıfırın qrafikində gördüyünüz kimi harda verib bizə? A variantında, yəni gələcək 1-ə A. 2-də uşaqlar, bu bayaq bizim keçidlərimizlə bağlı ifadəmizdir. Dedim ki, sürətin qrafikinin istiqaməti yuxarıdırsa, təcil, qüvvə yuxarıdan sabit, yəni müsbət qiymət alaraq sabit olacaq. Ona görə gəldi 2-yə B. Üçüncüdə də yenə eyni şey. Təcilin artıq, daha doğrusu, sürətin qrafikinin istiqaməti aşağıdırsa, təcil, qüvvə aşağıdan sabit olacaq. O da hansı variantdır? C variantında verilib. Ona görə uşaqlar deməli 1-ə A, 2-yə B, 3-ə də nə gələcək? C gələcək. İndi gəlin uşaqlar, situasiyamızın izahına baxaq artıq. Nə deyir bizə? Deyir ki, müstəvi hamar səthdə qarşı-qarşıya iki arabacıq və onlar arasında sıxılıb sapla bağlanmış yay yerləşdirilib.
İp kəsildikdə birinci arabacıq ikinci arabacığa 2 Newton qüvvə ilə təsir edir və arabacıqlar çəki daşları ilə birlikdə hərəkət edirlər. İndi 28-ə nə deyir bizə? Deyir ki, ip kəsildikdən sonra arabacıqlardan hansının təcilinin modulu daha böyük olar? Baxıram ki, uşaqlar bizə nə verib təsvirdə? Şəklimizdə yaxud məsələnin şərtində kütlə veribsə, elə deyilmi? Təcilin kütlədən olan düsturu nə idi? A bərabər idi, F bölünsün M idi. Yazırıq bax burada, A bərabərdir, F bölünsün M. İndi gəlin ayrı-ayrılıqda hesablayaq deyiləm. A1 bərabərdir, F1 bölünsün M1-ə. Uşaqlar, birinci cisim nə deyir bizə məsələnin şərtində? İkinci cismə, yəni ikinci arabacığa 2 Newton qüvvə ilə təsir edir. Yəni F1-imiz 2 Newtondur. Həmçinin baxırıq ki, birinci arabacığın kütləsi nə idi? 2 kiloqram. Onu da tapdıq ki, birinci arabacığın sahib olduğu təcil nəymiş? 1 metr böl saniyə kvadrat imiş. İndi ikincini artıq gəlin qarşılıqlı bizim münasibətimizdən tapaq. Uşaqlar, burada qüvvələr bərabərdir mütləq şəkildə. Çünki yaya bağlanmış iki cisim var. Onlar bir-birlə qarşılıqlı təsirdədir. Sizə desə də, deməsə də ki, deyil onsuz da baxın, qarşı-qarşıya iki arabacaq və onlar arasında sıxılıb sapla bağlanmış yay yerləşdirilir. İp kəsildikdə birinci arabacıq ikinci arabacığa 2 Newton qüvvə ilə təsir edir və arabacıqlar çəki daşları ilə birlikdə hərəkət edirlər. Uşaqlar, bax, yaya bağlanıb bir-biri ilə əlaqələndiriliblər. Yəni, bunlar bir-biri ilə əlaqəlidirlər, qarşılıqlı təsirdədirlər. Təbii ki, qarşılıqlı təsirdə varsa dedik, qüvvələr nədir? Bərabər. Onda A2 bərabərdir, nə yazırıq? F2 bölünsün M2-yə, F2-miz 2-dir, M2 cismi nəyə bərabərdir? 1 kiloqrama. Bunda deməli, ikinci cismin təcili 2 metr böl saniyə kvadrat oldu. Lap onu da qoyaq kənara. A bərabərdir, F bölünsün M. Qarşılıqlı təsir olduğuna görə qüvvələr dedik bir-birinə bərabərdir. Təcillə kütlə necə asılıdır? Tərs asılıdır. Təbii ki, kütlə artanda təcil azalacaq. Kütlə azalanda təcil neynəyəcək? Artacaq. A1 böl A2 bərabərdir, M2 böl M1 nisbəti ilə də irəliləyə bilərsiniz. Oradan da tapırıq ki, A2 nəyə bərabərdir? A1-in 2 mislinə. Yəni, A1-i 1 tapdısa, A2 olacaq 2 vur 1, yəni 2 metr böl saniyə kvadratı, lap elə də gedə bilərik. İndi nə deyir bizə? Deyir ki, cavabınızı əsaslandırın. Elə cavabınızı necə əsaslandırırıq? Təcil və kütlə tərs asılıdır. Kütlənin azaldığı yerdə təcil artır, kütlənin artdığı yerdə təcil azalır. Təbii ki, birinci cismin kütləsi ikinci cismin kütləsindən çox olduğuna görə birinci cismin sahib olduğu təcil ikinci cismin sahib olduğu təcildən kiçik olacaq, yaxud tərsini də yaza bilərsiniz. İkinci cismin kütləsi birinci cismin kütləsindən az olduğu üçün ikinci arabacığın yaxud cismin sahib olduğu təcil birincidən çox olmalıdır. Yəni, bu cümlə ilə də ifadə edirsiniz, fikrinizi əsaslandırırsınız. İndi gəlin keçək 29-cu sualımıza baxaq. 29-a nə deyir bizim üçün? Deyir ki, ip kəsildikdən sonra ilk 3 saniyə müddətində düz xətlər hərəkət edən birinci cismin getdiyi yolu hesablayın, cavabı da metrdən ifadə edin. Uşaqlar, birincisi ip kəsilməmişdən əvvəl mənim birinci arabacığımda, ikinci arabacığımda üfüqi səth üzərində sükunətdə idi. Hərəkət etmirdilər, dayanmışdılar. Ona görə ipi kəsəndən sonra hərəkət etdilər və biz bilirik ki, əvvəl dayanmışdılarsa, sükunətdədirlərsə, hansı vəziyyətlə hərəkət edəcəklər? Sükunət vəziyyətinin. Sükunət vəziyyətinin də başlanğıc sürətimiz nəyə bərabərdir? 0-a. İndi məndən hansını istəyir? Baxaq görə, ip kəsildikdən sonra ilk 3 saniyə müddətində birinci cismin getdiyi yolu. Sükunət vəziyyətinin hərəkətə başlayır. Onda S bərabərdir. AT kvadratı bölü 2-dən gedirəm. Çünki zamanı verib bizə, biz də bayaq da təcilləri tapmışdıq. Onda gəlin hesablayaq. Deməli, A1-imiz neçə idi? Baxıram uşaqlara. A1-i neçə tapdıq? 1 metr böl saniyə kvadratı. Zamanı vermişdi 3. 3-ün kvadratı bölü 2. Onda deməli, birinci cismin getdiyi yol 4,5 metr imiş. İndi gəlin keçək 30-cu sualımıza baxaq. 30-cu sualda nə deyir bizə? Deyir ki, ip kəsildikdən sonra ikinci saniyənin sonunda birinci cismin ikinci cismə nəzərən sürətinin modulunu hesablayın. Biz demişdik ki, məsələnin şərtində nəzərən, görən, nisbətən bu kimi sözlər varsa, həmişə nisbi sürətə gedəcək. İndi nə deyir bizə uşaqlar? İkinci saniyənin sonunda birinci cismin ikinci cismə nəzərən. V1, 2. İndi gəlin burada diqqət edək. Uşaqlar, yaya bağlanıb cisimlərimiz elə deyilmi? Yayımız sıxılanda bu cisimlər bir-birinə yaxınlaşır. Yəni, baxın, belə hərəkət edəcəklər. Bir dənə bunu silim. Yeni qeyd edirəm, baxın, yay sıxılan halda bu cisimlər belə hərəkət edir. Yaxınlaşır bir-birinə. Yəni, qarşı-qarşıya hərəkət edəcəklər.
Yayımız uzananda isə bunlar bir-birindən nə edir? Uzaqlaşır. Onda isə birinci cisimimiz sola doğru yönəlir, ikinci cisimimiz isə sağa doğru, yəni əks istiqamətdə olur. Hər iki halda gördüyünüz kimi uzananda əks istiqamətli, sıxılanda isə qarşı-qarşıya. Biz də bilirik ki, qarşı-qarşıya əks istiqamətli halda nisbi sürət necə tapılırdı? Toplanaraq. Onda yazdıq V1 plus V2. Gəlin ikinci saniyənin sonunda birincinin də, ikincinin də sahib olduğu sürətləri tapaq, sonra cəmləyək. V1 bərabərdir. AT ilə gedirik. Əslində düstur nədir? V0 plus AT-dir. Sadəcə bilirik ki, başlanğıc sürət 0-dır. Çünki ip kəsilməmişdən əvvəl sükunət vəziyyətində idilər, dayanmışdılar. Sükunətdən də başlayırsa, başlanğıc sürət 0-dır. Onda oldu nə? A1 T1. Deməli, A1-i neçə tapmışdıq? Baxaq bir dənə 1. 1 vurulsun. T'mizi də məsələn şərtdə nədir? İkinci saniyənin sonunda sürət hesabla. V1'imiz 2 metr böl saniyəymiş. Keçdik eyni qaydada V2'ni hesablayamaq. A2 T2. İkinci cismin təcili neçə tapdıq? 2 metr böl saniyə kvadrat. 2 vurulsun 2. O da 4 metr böl saniyəymiş. Onda gəlin tapaq uşaqlar burada artıq nisbi sürəti. V1'imiz 2, V2'miz 4. Onda deməli birincinin ikinciyə nəzərən nisbi sürəti ilə nəyə bərabər imiş? 6 metr böl saniyəyə bərabər imiş. Yəni cavabımız olacaq 6. Bu da bizim Newton mövzusunun sınağının düzgün izahları idi uşaqlar.